Amerika Birləşmiş Ştatları 2 və ya 3 həftə ərzində İrana qarşı hərbi kampaniyasını dayandıra bilər. Bu barədə Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə əməliyyatların yaxın müddətdə başa çatdırılması planlaşdırılır. Düşünürəm ki, 2 və ya 3 həftə ərzində geri çəkiləcəyik. Çünki bunu davam etdirmək üçün heç bir səbəbimiz yoxdur. Biz işi bitiririk. Düşünürəm ki, təxminən bir neçə həftə, bəlkə də bir neçə gün ərzində işi tamamlayacağıq. Amerika Birləşmiş Ştatları prezidenti çıxışında İranda baş verən proseslərə də toxunaraq ölkədə faktik olaraq rejim dəyişikliyinin baş verdiyini iddia edib. Yenə də qeyd edirəm, biz artıq İranda rejim dəyişikliyini təmin etmişik. Baxmayaraq ki, bu əsas məqsəd deyil. Mənim əsas məqsədim onların nüvə silahı əldə etməsinin qarşısını almaq idi və buna nail olundu. Onlar nüvə silahı əldə etməyəcəklər, onların liderləri yoxdur, hamısı məhv edilib. Buna görə də rejim dəyişib. İndi Tehranda yeni rəhbərlik formalaşıb. Qeyd edək ki, rəsmi İran tərəfindən bu iddialara hələlik münasibət bildirilməyib. Regionda vəziyyət gərgin olaraq qalır və beynəlxalq ictimaiyyət hadisələrin inkişafını diqqətlə izləyir.